izləyiciləri. Efirimizin bugünkü aparıcısı mən 8B sinif şagirdi Səfərzadə Zəhra. Mövzumuz 9 dekabr Beynəlxalq Soyqırımın Cinayəti qurbanlarının xatirəsini anma gününə həsr olunur. Bu xatirə günü 1948-ci ildə soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması haqqında konvensiyanın qəbul edilməsi ilə bağlı seçilir. Onun keçirilməsində məqsəd soyqırımın qurbanlarının xatirəsini anmaqla yanaşı dünya ictimaiyyətinin diqqətini bu ağır cinayətin təqsirkarlarının cəzalandırılması və onların qarşısının alınması məsələlərinə cəlb etməkdir. Azərbaycan xalqı son 200 ildə bir çox faciələr və soyqırımlarına məruz qalır. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanır. Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd ediblər. Daşnak bolşevik tandemi 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan Azərbaycanlıların çıxarılması məqsədlərini gündən cinayətkar planının reallaşmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyur. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc Azərbaycanlı məhv edilir. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla həyata keçirilir. 1912-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğam və Lənkəranda ermənilər 30 mindən çox Azərbaycanlını qətlə yetirir. 10 minlərlə insan öz torpaqlarından qovulublar. Təkcə Bakıda 10 minə yaxın Azərbaycanlı xüsusi qəddarlıqla öldürülür. Şamaxıda 58 kənd dağıdılır, 7 min nəfər məhv edilir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunur. Əhali üzərində yaş və cinsinə məhəl qoymadan qətliam həyata keçirilir. Ulu Öndər Heydər Əliyev Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli fərmanı ilə soyqırımı aktlarına siyasi hüquqi qiymət verilməsi, bu sahədə aparılan tədqiqatlara həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına başlanır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 31 mart Azərbaycanlıların soyqırım günü elan edilir. Dəyərli dinləyicilərimiz, bugünkü buraxılışımızın sonuna gəldik. Növbəti buraxılışlarda görüşənədək. Sağ olun, salamat qalın.